Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının ikinci hissəsində səhifə 93, 94 və 95-də olan tapşırıqların və mövzunun izahına baxacağıq. Kanalımıza bəyənirsinizsə abunə olun, videolarımızı bəyənin, WhatsApp qrupumuza qoşulun. Səhifə 93-də keçək məlumatların təsviri mövzusuna. Araşdırma və müzakirədə bizə deyir ki, şirniyyat mağazasında satışda olan 60 ədəd tort haqqında məlumat dairəvi diaqramda və cədvəldə təsvir edilmişdir. Aşağıdakı suallara cavab verərkən hansı təsvir üsullarından istifadə etmək daha əlverişlidir? Dairəvi diaqramdan yoxsa cədvəldən? Fikrinizi əsaslandırın. Meyvəli tortların sayı ballı tortların sayından nə qədər çoxdur? Görürük ki, bu cədvəldir. Bu isə dairəvi diaqramdır. Meyvəli tortlardan sayı ballı tortların sayından nə qədər çoxdur? Meyvəliyə baxsaq, meyvəli 18-dir, ballı 15-dir. Deməli, 18-dən 15 çıxsaq, cavab 3 edər. 3 çoxdur. Bu varianta baxaq, bütün tortların ən çox hissəsini hansı tort təşkil edir? Artıq burada hissəni tapmaq istəyiriksə, faizə baxa bilərik. Hansının faizi ən çoxdursa, deməli, o da ən çox hissə oradadır. Biz baxırıq ki, şokoladlı tort 40%-dir. Ən çox deməli hissə də şokoladlı tortda olacaq. Öyrənmə. Məlumatları müxtəlif formalarda təsviri. Məlumatları aydın başa düşmək və düzgün nəticələr çıxarmaq üçün onları daha əlverişli formalarda təsvir etmək lazımdır. Məlumatları müxtəlif formalarda təsvir etmək olar. Cədvəl. Görürsünüz, bu cədvəldir. Kəmiyyətlərin qiymətlərinə əsasən hesablamalar aparmaq üçün əlverişlidir. Qiymətlər yazılır burada və baxırıq ki, hər kəmiyyətin qiymətləri burada yazılacaq. Sütunlu diaqram kəmiyyətin qiymətlərini müqayisə etmək üçün əlverişlidir. Yəni, burada tutaq ki, hansından ən çoxdur. Burada, məsəl üçün, tutaq ki, yazılsa 48, 24, 32, 55. Buradan baxıb seçənə kimi gözün axtarana qədər, məsələn, burada avtomatik görürsən ki, məsələn, göy sütun daha çoxdur. Yəni, orada hansının kəmiyyətin adı yazılıbsa, deməli, ən çox bu göy sütundadır. Dairəvi diaqram tam və onun hissələri haqqında məlumatı təsvir etmək üçün əlverişlidir. Bəli, necə ki, bayaq tapdıq ki, hansı hissədən, hansı faizdən tort daha çoxdur. Xətti diaqram kəmiyyətin zamandan asılı olaraq dəyişdiyini təsvir etmək üçün əlverişlidir. Piktoqram kəmiyyətin qiymətlərini simvollarla təsvir etmək üçün əlverişlidir. Çalışma 1-ə keçək. Samirin həftənin 7 gün ərzində qət etdiyi məsafə müxtəlif üsullarla təsvir edilib. Biz görürük ki, burada dairəvi diaqramdan, xətti diaqramdan, sütunlu diaqramdan və cədvəllə təsvir olunub. Yazıb ki, nümunədə hansı təsvirdə qət edilən məsafənin günlər üzrə dəyişməsini daha yaxşı görmək mümkündür. A variantında yazılıb ki, xətti diaqram qət edilən məsafənin günlər üzrə dəyişməsi xətti diaqramda daha aşkar olunur. Bəli, xətti diaqram budur. Bunun adı xətti diaqramdır. Və burada görürük ki, günlər üzrə dəyişməsi. Məsəl üçün, bazar ertəsi 4 gedibsə, çərşənbə axşamı 5 gedib, çərşənbədə də yenə 5 gedib, cümə axşamında 6 kilometr gedib, cümədə 7 kilometr, şənbədə 8, bazarda 6. Yəni, dəyişməni xətti diaqramda görmək daha asandır. Keçək B variantına. Hansı təsvir həftə ərzində qət edilən məsafəni hesablamaq üçün daha əlverişlidir? Həftə ərzində qət edilən məsafəni hesablamaq cədvəl üsulu ilə hesablamaq daha əlverişlidir. Çünki burada hər gündə gedilən məsafə açıq-aydın yazılıb və bunları toplayaraq həftə ərzində qət edilən məsafəni tapmaq mümkündür. Yəni,
B variantına gedəcək cədvəl. C variantı. Hansı təsvirdə hər gün qət edilən məsafənin ümumi məsafəsinin hansı hissəsini təşkil etdiyini müəyyən etmək daha əlverişlidir. Görürsünüz burada hansı hissəsini, hansı hissəsi hissə harda göstərilib? Dairəvi diaqramda. Və dairəvi diaqramda bu hissəni göstərmək daha əlverişlidir. Dairəvi diaqram. D variantı. Hansı təsvirdə günlər üzrə qət edilən məsafələri müqayisə etmək daha əlverişlidir? Təsvirləri müqayisə etmək, görürsünüz ki, burada sütunlu diaqramda daha əlverişlidir. Niyə? Çünki sütunlu diaqram. Çünki burada görürük də şənbədə açıq-aydın görürük ki, nə qədər gedib, cümədə nə qədər gedib, bazarda nə qədər gedib. Ən çoxu soruşsa hansında gedib, avtomatik baxan kimi burada deyə bilərik ki, şənbədə. Ən az hansında gedib, deyə bilərik ki, bazar ertəsində ən az məsafə qət edilmir. Keçək ikinci tapşırığa. Sualları cavablandırın, məlumatları təsvir forması əlverişlidirmi? Fikrinizi əsaslandırın. A variantı. Uşaqları oxuduqları səhifə sayına görə azdan çoxa olmaqla necə sıralamaq olar? Azdan çoxa. Ən az görürük ki, burada Samirdir. 15 ilə 20-nin arasında bir səhifə oxuyub. Deməli, olacaq birinci Samir. İkinci Samirdən biraz çox Elxan. Elxandan biraz çox 3 Aynur. 4 ən çox Lalə. Bu cür sıralamaq daha yaxşıdır. B variantı. Yaz və yay fəslini sevənlər birlikdə sorğuda iştirak edənlərin hansı hissəsini təşkil edir? Deməli, yazla yayda olan hissələri toplayacağıq. Yazda 5də 1-dir, yayda da 5də 2-dir. 5də 1-in üzərinə 5də 2 gələcək, cavab edəcək 5də 3. 5də 3 hissəsini təşkil edir. C variantına baxaq. Hər şəhərin əhalisi neçə nəfərdir? A şəhərinə baxsaq, burada göstərib ki, bu adam işarəsi 500 mindir. Deməli, A-da neçə dənə var? 1, 2, 3, 4 dənə. 4-ü vurmalıyıq 500 minə. 4-ü 500 minə vuranda edəcək 2 milyon. B-yə baxaq. B-də neçə dənə adam sayı var? 2 dənə. 2-ni vuracaq 500 minə. 2-ni 500 minə vuranda edəcək 1 milyon. C-yə baxsaq 3 dənə adam işarəsi var. 3-ü vuracaq 500 minə. Bu da edəcək 1 milyon 500 min. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda bizə deyir ki, eyni məlumat iki üsulla təsvir edilmişdir. Hansı təsvir forması suala cavab vermək üçün daha əlverişlidir? Fikrinizi əsaslandırın. A. Şəhərdə nəqliyyat növləri ümumi nəqliyyatın hansı hissəsini təşkil edir? Burada biz görürük ki, sualın cavabını tapmaq üçün dairəvi diaqram daha əlverişlidir. Çünki dairəvi diaqramda nəqliyyat növlərinin ümumi nəqliyyatdakı faiz nisbətləri açıq şəkildə göstərilib. Bu suala cavab verməyi asanlaşdırır. Məsələn, diaqramda taksilərin ümumi nəqliyyatın 4%-ni təşkil etdiyi dərhal görünür. Görürsünüz, taksi 4%-dir. Hansı nəqliyyat vasitəsini, hansı hissəsini təşkil etməyini istəyiriksə, həmin saniyə baxaraq görürük ki, hansı nəqliyyat vasitəsində neçə faizdir.
Bunun üçün cavab dairəvi diaqramdır. Dairəvi diaqram. B variantına baxaq. Səhifə 95-dədir. Zooparka gələn ziyarətçilərin sayını həftənin günlərə görə çoxdan aza sıralayın. Sıralamada cümə günü neçənci olar? Çoxdan aza deyəndə baxın, bunu tapmaq üçün sütunlu diaqram bizə kömək eləyəcək. Sütunlu diaqram. Burada bir-bir gəzənə kimi buradan test tapmaq olur. Çoxdan aza. Ən çox bazar günüdür. 1 bazar, 2 şənbə, 3 görürük ki, cümə axşamı, 4 deməli bu getdi, bu getdi, o getdi. Cümə 5 çərşənbə axşamı, 6 görürük ki, çərşənbə və sonuncu bazar ertəsi. Bazar ertəsi. Bizə deyir ki, cümə günü neçənci olar? Cümə günü 4-cü olacaq. 4-cü. C variantı. C variantı. Usta əlinin qazancı hansı ayda əvvəlki ayla müqayisədə ən çox artmışdır? Burada biz bu diaqramda, yəni xətti diaqramda bunu tapmaq daha asandır. Xətti diaqram. Hansı ayda əvvəlki ayla müqayisədə ən çox artmış? Məsələn, biz burada görürük ki, iyul ayında iyuna nisbətən 200 manat artmışdı. Və aprel ayında marta görə 200 artım olmuşdu. Riyaziyyat tarixindən bu hissəni özünüz oxuyacaqsınız. Dairəvi diaqram haqqında məlumatdır. Keçək 4-cü suala. Suala cavab vermək üçün məlumatın təsvir forması əlverişlidirmi? Soruşulan məlumatı daha əlverişli üsulla necə təsvir etmək olar? A. Dərnəklərdə cəmi 200 şagird yazılıbsa, hər dərnəyə neçə şagird yazılıb? Bunu tapmaq üçün gərək hər fənnə gedən uşaqların faizini tapmaq lazımdır. Məsəl üçün, musiqini tapmaq üçün 200-ün 15%-ni tapmaq lazımdır. Edəcək 30. Rəsmi tapmaq üçün 200-ün 30%-ni tapmaq lazımdır. Edəcək 60. Rəqsi tapmaq üçün 200-ün 20%-ni tapmaq lazımdır. Edəcək 40. Sistemı tapmaq üçün 200-ün 35%-ni tapmaq lazımdır. Bu da bizə verəcək 70. Bunu ən çox, yəni daha çox cədvəl üsulu ilə tapmaq əlverişli olardı. Cədvəl üsulu ilə tapmaq daha əlverişli olardı. Baxaq B variantına.
Çünki burada əziyyət çəkdik də, yəni hər faizin özümüz tapdıq, çox uzandı misal. Cədvəl üsulu ilə verilsəydi, hər dərnəyə neçə şagird yazılıb, oradan seçmək daha asan olardı. B variantı, hər uşağın topladığı meyvə yığılan ümumi meyvələrin hansı hissəsini təşkil edir? Burada da dairəvi diaqramla verilsəydi, daha əlverişli olardı. Yoxsa burada gərək hər uşağın, məsəl üçün Samirin topladığı meyvələrin hissəsini tapmaq istəyir. Samir 8-dir. Ümumini hesablayaq. 8 üstəgəl Lalədə 4, üstəgəl Elxanda 10, Səbinədə də 8. Bu da bizə verəcək 12, 30. Ümumi 30-dur. Məsəl üçün Samiri tapmaq istəyiriksə 8-i 30-a bölmək lazımdır. Bunu da ixtisar etsək 15-də 4 edəcək. Məsələn, Samirin 15-də 4 hissəsini Samir toplayıb. Bunu dairəvi diaqramla verilsəydi daha əlverişli olardı.